Salam değerli şagirdlər. Bugün Rus bölməsi üzrə Azərbaycan dili imtahan suallarının sürətli bir şəkildə izahını verəcəyik. Yəni 19 apreldə keçirilmiş sınaq imtahanı suallarını izah edirəm. 9-cu sinif imtahanıdır və başlayaq. Sürətli bir şəkildə variantlar üzərinə izah edəcəm, amma hansısa sualın ətraflı izahını eşitmək istəsəz, videonun şərh bölməsindən sualı nömrəsini yazarsınız. Oradan ətraflı bütün variantları izah edərəm. İndi isə başlayaq. Dinləmə mətni ilə bağlı yəqin ki, uşaqlar burada diqqətlə dinləyiblər. Birinci suala baxaq. Müdrik qoca kişinin xoşbəxtlik arzusu nə ilə müqayisə edir? Burada diqqət eləsək, C variantında qarğa qartalı tərbiyə edə bilməz, onu demişdi. İkincidə bu haqda məlumat yoxdur. Kişi uşaqlarını oxutmaq istəyirdi, belə bir şey yox idi. Müdrik sadəcə bunu misal üçün demişdi. Üçüncüdə mətnin ideyası nədir? Burada diqqət eləsək, özü xoşbəxt olmayan başqasını xoşbəxt edə bilməz. 3-də B olacaq. 4-də müdrik qocaya görə uşaqlara verilə biləcək ən qiymətli hədiyyə nədir? Əvvəlcə özü xoşbəxt olmalı idi, sonra isə uşaqlarını xoşbəxt etməli idi və bu da onlara verilən ən qiymətli hədiyyə idi. Yəni maddi yox, mənəvi olaraq. 5-də diqqətlə baxaq, hansı cümlədə mübtədanın əlavəsi işlənmişdi? Kərim C variantı. Vergül evin kiçik oğlu. Kim? 6-da biri tərkib sırasının ardıcıl əlaqəsi onun tabisi mürəkkəb cümlədir. 6-da qapı açılır, sonra insanlar həyətə çıxırlar. B variantında çaşdırıcıdır. Orada hər ikisi o ilə bağlıdır. Yəni eyni insanla bağlıdır. Ona görə bu sadə cümlədir. Yəni altda A olacaq. Qeyri-müəyyən əvəzli işlənməyib. Burada diqqət eləyək. E variantında hər evdə, hansı evdə bu təyin əvəzli idi. Hər kəs isə qeyri-müəyyəndir. A variantı yox, Y variantı. 8-də hər üç sözü anonim olanlar. Burada B-yə baxaq. Dolu. Dolu yağdı. Bir də var dolu insan. Yaz, yazmaq. Bir də var fəsil. Əqrəb. Bir var canlı əqrəb. Bir də var saatın əqrəbi. 9-da D variantına baxırıq. Yazılı sözündə sözün kökü yazdır. Yazmaqdan yazı isim, yazılı sifət. D variantı. Yəni uyğunluq pozulub. Onda ki, feillərə artırılanda, vergül olanda ədət olur. Üzr istəyirəm, bağlayıcı olur. Amma feili artırılmayanda, adlara artırılanda isə ədət olur. Ona görə sən bu işlərdə, sən ki bu işlərdə. Onda D. 11-də B-yə diqqət etsək, süfrəliləri küncə yığdı. Necə? Səliqə ilə qatlayaraq. Bu zərfli idi. Feili bağlama tərkibinə ifadə olunub. 11-də B oldu. 12-də satırdı. Birinci zaman, sonra hissəcik. Ir zamandır burada C. 13-də əsas tərəf, yəni ikinci tərəf sahitlə olanda cingiltli olur. Ona görə özündən sonra sahitləri seçməliyik. Diqqətlə baxsaq, uzaq ölkə, gənc alim, bir də qəşəng uşaq. 1-5-6 Y variantı. 13-ü dedik. 14-ə keçək. Hansı cümlə həm hal, həm də mənsubə şəkilçi qəbul etmiş isimlə başlayır? Şəhidimizə. Şəhid, şəhidimiz, mənsubiyyət, şəhidimizə. Bu olacaq yönlü yal. C variantı. 15-ə keçək hədiyyə mətninə. Burada diqqətlə yəqin ki, şagirdlər mətni oxuyublar. Kişi əncir ağacını niyə kəsmək istəyirdi? Çünki meyvəsi ona bədbəxtlik gətirmişdi, ona görə. D variantı, tutmuşlar onu. 16-da dustaq nəzarətin zəifliyinə görə qaçmışdı. Bu doğru fikirdir. 16-da B. 17-də saraya aparılan hədiyyə, bu əvvəldə idi. Sonra bir xoşagəlməz bir hadisə baş verdi. Bunu tutub içəri saldılar. Sonra şah ədaləti bərpa cəhdi ilə bağlı, yəni nəsə cəhdi, ədaləti bərpa cəhdi, yəni şah nəsə eləmək istəyirdi ki, onun könlünü alsın. Kişi də ən sonunda qərbə xahiş elədi. 4-2 əvvəldə, 2 sonda C variantı. 18-də üzərində rəqəm qoyulmuş hansı sözlər? Burada diqqət eləsək, 2-də ağır həbsxana həyatı məcazi, böyük təəssüf məcazi, acı təbəssüm məcazi. 2-3-5 B variantı. 19-da əsas fikir o idi ki, yaxşı niyyət bəzən zərər gətirə bilər. 20-də şah hadisənin işlərindən sonra kişinin dərhal azad edilmə əmrini verdi. 21-də 20 dedi, 20Y. 21-də hədiyyə, bəxşiş mənasında 1-4. 22-də dustaqlardan biri qaçır. Nəticədə bu kişini içəri aparırlar. Sonra nəticə yazıb kişi qapıda dayanıb gözləyir. Baxaq, gözləyir. Yazmışlar ki, kişini şahın icazəsindən sonra içəri çağıra biləcəklərini deyirlər. Ona görə də məcbur orada gözləyir.
Bunu yazmaq olar. Sonra nə qaldı? Bunu da dedik. 22-ni dedik. 23-ə keçək. Memphis arxeoloji məkanı. Memphisdə qazıntılar mətnin girişində var ki, indi davam eləyir. Yəni bu dövrdə də davam eləyir. 23-də C. 24-də Memphis hansı hadisəyə əsas şəhər olmuşdu? İskəndərin işğalına qədər. B variantı. 25-də Memphis şəhərində neçə adam yaşayıb onu bilmədik. 25-də D. 26-da mətnə görə qədim Misirlərin heyvanlara münasibəti, heyvanlar da insan kimi bastırılırdı. 27-də mətndə böyük həqiqi idi, amma C variantında məcazini soruşur da. C variantında böyük işlər görüb, məcazidir. 28-də Saqqara nekropolunun məşhurluğunun əsas səbəbi nə idi? Saray xarabalıqları və müxtəlif qəbirlərlə tanınırdı. C variantını götürə bilərik. 29-da mətnə görə Memphis şəhərinin adı mənası nə idi? Ağ divar. Girişdə var idi ağ divar, ağ daşlardan tikildiyinə görə. 30-da mətnə görə alimlər bəzi sirləri aça bilmirlər. Bir dəqiqə, buna baxaq tez. Yazıb ki, alimlər hələ də Memphisdəki Xeops ehramının necə tikildiyini izah edə bilmirlər. Bunu yazmaq olar. Sürətli bir şəkildə bütün sualları izah etdik. Video sizin üçün faydalı oldusa, kanala abunə olmağı unutmayın. Növbəti sınavlarımızda bu şəkildə sürətli şəkildə izahları yerləşdiriləcək. Diqqətinizə görə təşəkkürlər.